Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi çotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il 1 yanvar tarixinədək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddırlar. Eyni zamanda sahibkarlıq subyektlərinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə azad olmalar tətbiq edilir. Sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması məqsədi ilə bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Habelə zəmanət verilən kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 3 ilə qədər müddətə dövlət tərəfindən qarşılanır. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2033-cü il 1 yanvar tarixinədək kommunal xidmətlər üzrə ödədikləri vəsaitin 20%-i dövlət büdcəsi hesabına maliyyə yardımı şəklində ödənilir. İşğaldan azad olunmuş ərazilərdə məşğulluğu stimullaşdırmaq məqsədi ilə 2026-cı ilin sonunadək sosial sığorta haqları 100% dövlət tərəfindən qarşılanır. Sonrakı illərdə isə bu dəstək mərhələli şəkildə davam edəcək. 2029-cu ilədək 80%, 2031-ci ilədək 60%, 2033-cü ilədək isə 40% təşkil edəcək. Bununla yanaşı yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılmışdır. Sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, eləcə də idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddırlar. Sahibkarlar heç bir kommunikasiya xərci çəkmədən birbaşa fəaliyyətə başlaya bilir. Bununla yanaşı elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə də güzəştlər tətbiq olunur. Gücü 20 kW-a qədər olan qeyri-yaşayış obyektlərinin bifazalı sxem üzrə qoşulması tamamilə ödənişsizdir. Gücü 200 kW-a qədər olan obyektlərin 3 fazalı sxem üzrə qoşulmasına 65%lik güzəşt tətbiq edilir. 200 kW-dan yuxarı olan iri obyektlərin, eləcə də elektrik enerjisi istehsalçılarının şəbəkəyə qoşulması isə yenə də dövlət tərəfindən ödənişsiz həyata keçirilir.